Hər vaxtınız xeyir. Belə birinci qrup qəbula düşmüş sualın izahını verəcəm. Deyir, tələbənin fərqli 5 köynəyi var, fərqli rəngdə. Deməli, biri ağ deyək, birinə mavi deyək, birinə deyək sarı, qara, bu da narıncı. 5 dənə köynəyi var. Deyir ki, tələbə 5 gün fərqli köynəklər gidir. O eyni köynək ardıcıl 2 gün geyinmir. Nə demək? Yəni birinci günü bax bu 5 köynəyin 5-indən birini seçə bilər. Yəni burada birincidə artıq şərt yoxdur da, məhdudiyyət yoxdur. Amma ikincidə artıq məhdudiyyət olacaq. Deməli 5 köynəyi seçə bilər deyə 5 seçim var. İkincidə tutaq ki, birinci günü sarını seçdi. Sarının üstünə xətt çəkdik. Elədir? Neçə seçim qaldı? 1 2 3 4 4 seçim qaldı. Buraya yazıram 4. Deməli 4 seçim qaldı. 4. Tutaq ki, ikinci gün seçdi narıncı. Deyir axı 2 gün ard-arda eyni köynək geyinməz. Yəni narıncını seçibsə, yenə neçə seçim qaldı? Ağ, mavi, qara və s. Yəni yenə 4 seçim. Yenə tutaq ki, mavini seçdi, yenə 4 seçim qaldı. 4 seçim qaldı. Cavab nə oldu? 5 vurulsun 4 üstü 4. Diqqətiniz üçün təşəkkürlər.